Bismillah, elhamdülillah, salatu vesselamu ala Resulillah və ala alihi və sahbihi və ala və bihi nəstəin və billahu tevfiq. Əmmə bə'd, sifətus salah. Hansı namazdan söhbət gedir? Cənazə namazı. Nəyi? Keyfiyyəti, sifəti. Qardaşımız Rüstəm oxusun. Fələtifaddəl məşkuran mə'cura. Bismillah, elhamdülillah, və salatu vəsselamu ala Resulillah. Cənazə namazı. Peyğəmbərin sallallahu aleyhi və səlləmin hədislərində buyurduğu əmrlərinə əsasən ölmüş müsəlman üçün cənazə namazı qılmaq farzul kifayədir. Yəni bir qrup insan bu namazı qılsa, digərlərinin boynundan məsuliyyət düşər. Zeyd ibn Xalid Əl-Cühəni radiyallahu anhu deyir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin sahabələrindən biri Xeybər günü vəfat etdi. Onlar bu haqda Peyğəmbərə sallallahu aleyhi və səlləmə xəbər verdikdə o dedi, yoldaşınız üçün cənazə namazı qılın. Bu sözdən sonra cəmaatın üz-gözü bürüşdü. Peyğəmbər sallallahu aleyhi və səlləm isə dedi, sizin yoldaşınız Allah yolunda olarkən xəyanət etmişdir. Rəvayətçi deyir ki, biz onun çantasını axtardıq və orada qiyməti heç 2 dirhəm olmayan Yahudilərə məxsus bir qiymətli daş tapdıq. Hədis səhihdir. Əbu Davud, İbn Macə, Nəsai. Baxın qardaşlar, deməli, birinci nəyi göstərir burada? Göstərir ki, vəlil əmr, müsəlmanların hakimin izni olmadan qənimətdən götürmək qətiyyən icazəli deyil. Baxma ki, onu yenə sənə paylayacaqlar. Tələsmə. Öz başına deyilsən. Və cəzası şiddətli oldu. Allah nəbisi sallallahu aleyhi ve sellem o nəbiyullah ki, onun namazı şəfayət sayılır. Və müsəlmanlar üçün təskiniyyət sayılır. Təsəlli sayılır. Və Allahdan rəhmət sayılır. O namazda məhrum oldu. Qiyməti 2 dirhəm olmayan bir şey. Cəm cümlətanı 2 dirhəm nədir ki? Heç nə. Ancaq icazəsiz. Allah və Resulünə xəyanət sayıldı bu əməl. Götürdüyünə görə cəzası idi ki, bu şərəfdən, məqamdan və şəfayətdən və təskiniyyətdən, təsəllidən məhrum olsun. Və burada çoxlu faydalar var. Bu qiymət ələm 2 dirhəm olan bir şey. İkinci də bu icazəli, əsli mübah olan nədir? Yəni bu qənimətdir, yəni bu müsəlmanlara dağılacaq. Ancaq öz başına yox. Müsəlmanlar onu yığacaq, hakimə verəcək, hakim oradan özü dağıdacaq, özü bölgü aparacaq. Bu insan demişdi ki, misal üçün, onsuz da bu bizə veriləcək və indən bunu seçin, bir də mənim nəsib olmaz, başqasına çatar və bu artıq xəyanət sayılır. Dində bu kiçik şey belə xəyanət sayılır və bunu çoxsu fikir vermir. O ki, qaldı böyük əmanətlər necə, böyük borclar, böyük məsələlər necə. İnnə lillah və innə ileyhi raciun. Və həmin insanı gətirdilər Xeybərdə, Allah Resulü sallallahu aleyhi ve sellem namaz qılsın deyə. Allah nəbisi sallallahu aleyhi ve sellem mama yantıqu anil hava. O vəhiy ilə danışır. Nə dedi? Sallu alə sahibikum. Sallu alə sahibikum. Yoldaşınıza özünüz qılın. Sanki demək istəyir ki, mən qılmayacağım ona. Və insanlar üzü turşudur. Yəni, sanki nə baş verib? Niyə? Nə oldu? Görəsən kimdir bu? Deyir ki, innə sahibəkum qallə fi səbilillah. Sizin bu yoldaşınız qənimətdən icazəsi şey götürüb. Və yoxlayırlar onun çantasını və belə bir şey tapırlar ondan. Aydındır. Həmçinin hədisdən götürülən faydalar, bu əmələ görə o kafir olmadı. Kafir olsaydı, cənazə ona əsla qadan olunacaqdı. Aydın, bu əməllə o sadəcə o cəzalandırıldı dünyadaykən, axirətdən qabaq. Yavzun billah. Dünyadaykən axirətdən qabaq. Və Allah nəbisi sallallahu aleyhi ve sellemin sallu alə sahibikum, yəni siz qılın, mən qılmayacağım mənasına da gəlir. Və neynir o zaman? İnsanlar qılır və imam qıldırmamağı ilə ona tədib və dərs vermiş olur. Ölüyə və ölü əməlini etməməkdən ötürü bütün müsəlmanlara ibrət olur bu əməl. Və bu borc məsələsində də eynidir. Borclu ölən insan kafir deyil. İttifaqən. Bununla bərabər borclu olan insanı İmam-ül Azam qəsdən istəsə namazına etiraz edə bilər və deyə bilər ki, sallu ala sahibikum. Yoldaşınızı özünüz qılın.
Misal üçün, gəlirlər deyərlər ki, bu insan hələ borc götürüb qaytarmamaqla məşğul idi. Zara gəlmişdik buna əlindən. Bir sözlə atan şik idi. Və imam həmin insanı təqdib eləmək üçün meyiti və meyit əhlini və bu əməlin çirkin olmasını bəyan eləməkdən ötürü və insanlar ibrət olsun, insanlar örnək olsun deyə və bu hərciməkçilik və xaosun və rüsvayçılığın qabağını almaqdan ötürü aydındır. Belə bir şəkildə təqdib babında cəzalandıra bilər. Deyə bilər ki, xeyr, sizin cənazınızı imam qılmayacaq. Gedin, özünüz qılın. Sallu ala sahibikum. Bu da həmin məsələ. 2 dirhamlıq olan bir qənimət. O qənimət ki, onsuz da qaytar alacaqdır onların özünə. İcazəsiz götürüldüyünə görə Allah və Rasuluna qarşı asilik və xəyanət kimi hökm verilmişdir. Əxracahu Əbu Davud və İbn-i Macə və Ən-Nəsai hədis səhihdir. 2 qism insan üçün cənazə namazı qılmaq vacib deyil. 1. Həddi buluğa çatmayan uşaq. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin oğlu İbrahim 18 aylığında vəfat etdi. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm onun üçün cənazə namazı qılmadı. Hədisin sənədi həsəndir. Səhih Sünən Əbu Davud. 2. Şəhid. Ənəs radiyallahu anhu deyir ki, Uhud şəhidləri yuyulmadılar, qanlı-qanlı bastırıldılar və onlar üçün cənazə namazı da qılınmadı. Hədis həsəndir. Əbu Davud, onun rəvayəti belə müxtəsərdir. Tirmizi, onun rəvayəti isə uzun verilmişdir. Deyilən 2 qism insan üçün cənazə namazı qılmağın vacib olmamasını demək, onlar üçün bu namazı qılmağın qadağan olması demək deyil. Ayşə radiyallahu anhə deyir ki, ənsarlardan bir nəfərin uşağını Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gətirdilər və o da onun üçün cənazə namazı qıldı. Hədis səhihdir. Səhih Sünən Nəsai, Muslim Nəsai. Abdullah ibn Əz-Zubeyr radiyallahu anhu deyir ki, Uhud günü Peyğəmbər sallallahu aleyhi və səlləm Həmzənin cəsədini paltarla örtməyi əmr etdi, sonra onun üçün cənazə namazı qıldı və namazda 9 təkbir etdi. Sonra digər ölüləri də gətirib səfə düzdülər və onlar üçün cənazə qıldığı halda digərləri ilə birlikdə Həmzə üçün də cənazə namazı qıldı. Hədisin sənədi həsəndir. Hədisin sənədinin rəvayətçiləri etibarlıdırlar. Onu Təhavi Məani Əl-Əsar kitabında rəvayət etmişdir. Və bununla bərabər, qardaşlar, hədis, mətni və isnadı ümumi bir məsələ olaraq ixtilaf yeridir uləma arasında. Çünki bundan da səhih, bundan da güclü isnada və mətnə malik olan hədislərə görə Uhud şəhidlərinə cənazə əsla qılınmayıb. Aydındır. Vallahu a'lam. Davam edək. Cənazə namazını nə qədər çox insan qılsa, ölən üçün bir o qədər xeyirlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, istənilən cənazə üçün sayları 100-ə çatan müsəlman bir dəstə namaz qılıb, onun bağışlanmasını diləsələr, onların diləkləri məqbul sayılar. Hədis səhihdir. Səhih Sünən Nəsai, Muslim, Tirmizi Nəsai. Allah Nəbisi sallallahu aleyhi və səlləm onun bağışlanmağını diləməyi يَشْفَعُونَ لَهُ إِلَّا شَفِعُوا لَهُ şəfayət kimi adlandırmışdır. Yəni, müsəlmanların cənazə namazı onun üçün nədir? Allahdan onun yanında bir şəfayətçilik eləməkdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, hər hansı bir ölmüş müsəlmanın cənazəsini Allaha şərik qoşmayan 40 nəfər qılarsa, Allah onları ölən üçün mütləq şəfayətçi edər. Hədis səhihdir. Silsilə səhihə, Muslim, Əbu Davud, İbn Macə oxşar rəvayətlə. Hə, bizi bəyənməyənlər və siz tək Allahlılardansızmı deyənlər, tövhidi şişirtdiniz, cəmaatı parçaladınız deyənlər, biz sizin üçün Allahın lütfü, rəhməti, neməti ki, sizin cənazəvizi qılırıq. Çünki Nəbiyyullah sallallahu aleyhi ve sellem buyurur ki, مَا مِنْ رَجُلٍ مُسْلِمٍ يَمُوتٍ فَيَقُومُ عَلَى جَنَازَتِهِ 40 رِجَالًا لَا يُشْرِكُونَ بِاللّٰهِ شَيْئًا إِلَّا شَفَعَهُمُ اللّٰهُ فِيهِ
Hədisi dinləyək. Hər hansı bir ölmüş müsəlmanın cənazəsini Allaha şərik qoşmayan, Allaha heç nəyə şərik qoşmayan, la yüşrikunə billahi şeyə, Allaha heç nəyə şərik qoşmayan, nə ibadətdə, nə əsmə və sifətdə, nə də rububiyyətdə, la yüşrikunə billahi şeyə, Allaha heç nəyi şərik qoşmayan. Hədisi təzən dinləyək. Hər hansı bir ölmüş müsəlmanın cənazəsini Allaha heç nəyə şərik qoşmayan 40 nəfər qılarsa, Allah onları ölən üçün mütləq şəfaətçi edər. Hədis səhihdir. Silsilə Səhihə Muslim, Əbu Davud, İbn Macə oxşar rəvayətlə. Bu hədisi şiar etməyi özümə və qardaşlarıma nəsihət edirəm və bəlkə bizim qədrimizi bilərlər. Allah onlar və bizi də islah eləsin. Yaxşı olar ki, cənazə namazı qılanlar imamın arxasında 3 səhv dayansınlar, hətta sayları az olsa belə. Mərsəd Əl-Yəzəni Malik ibn Hubeyradan radiyallahu anhudan Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Hər hansı bir insan ölər və onun üçün 3 səhv müsəlman cənazə namazı qılarsa, bağışlanması mütləqdir. Rəvayətçi deyir ki, Malik cənazə qılanların sayının azlığını gördükdə, bu hədisə əsasən onları 3 səfə bölərdi. Hədis həsəndir. Əbu Davud, Tirmizi, İbn Macə. Kişi və qadın cəsədlərindən ibarət bir neçə cənazə olduqda namaz necə qılınmalıdır? Əslində hər cənazə üçün ayrılıqda namaz qılınmalıdır. Əgər onlar üçün birlikdə bir namaz qılarsa, bu da caizdir. Belə halda imam kişilərin və oğlan uşaqlarının cəsədlərini birbaşa öz qarşısına, qadın və qız uşaqlarının cəsədlərini isə qiblə tərəfdən düzür. Nafi deyir ki, İbn Ömər radiyallahu anhu eyni anda 9 nəfər üçün cənazə namazı qılırdı. O, kişiləri imamın qarşısına, qadınları isə qiblə tərəfdən səfə düzdü. Əlinin radiyallahu anhunun qızı Ömər, İbn Əl-Xəttabın radiyallahu anhunun arvadı Ummu Qulsum və Zeyd adlı oğlu birlikdə səfə qoyuldular. O gün İmam Səid İbn Əl-As radiyallahu anhu idi. Cəmaatın arasında isə İbn Abbas, Əbu Hureyra, Əbu Said və Əbu Qatadə radiyallahu anhu kimi səhabələr var idi. Uşağı imam tərəfə qoydular. Bu zaman bir nəfər kişi buna etirazını bildirdi. Mən isə İbn Abbasa, Əbu Hureyrəyə, Əbu Saidə və Əbu Qatədəyə radiyallahu anhuya baxıb dedim, bu nədir? Onlar isə dedilər, sünnəyə görə belədir. Hədis səhihdir, Səhih Sünən Nəsai, Əl-Cənais Nəsai. Cənazə namazını harada qılmaq lazımdır? Cənazə namazını məsciddə qılmaq olar. Ayşə radiyallahu anhə deyir ki, Səd ibn Əbu Vaqqas radiyallahu anhu vəfat etdikdə Peyğəmbərin sallallahu aleyhi və səlləmin zövcələri onun üçün cənazə namazı qılmaq niyyəti ilə cənazəsinin məscidə gətirilməsini tələb etdilər. Onlar da deyiləni etdilər. Demək, cənazəni onların hücrələri qarşısında qoydular və onun üçün cənazə namazı qıldılar. Onun cənazəsini məscidin oturacaqlara tərəf açılan Əl-Cənais adlı qapısından çıxardılar. Sonra onlar cəmaatın cənazələr məscidə daxil olmazdı sözləri ilə onlara ayıb etdiklərini eşitdilər. Ayşə radiyallahu anhə bu xəbəri eşidəndə dedi, insanlar elmləri olmadığı bir şeyi necə də tez ayıb sayırlar. Onlar cənazəni məscidə daxil etməyi bizə ayıb edirlər. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm Suheyl ibn Bəyda radiyallahu anhu üçün yalnız məscidin daxilində namaz qılmışdı. Hədis səhihdir. Səhih Sünən Nəsai, Muslim, rəvayətin bu mətni onundur. Hədisi müxtəsər rəvayət edənlər isə bu alimlərdir. Əbu Davud, Nəsai. Lakin yaxşı olar ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin vaxtındakı kimi cənazə namazı məscidin xaricində cənazə namazı üçün nəzərdə tutulan yerdə qılınsın. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm adətən belə edərdi. Deməli, var bir dəfə edilən əməl və bir də var daim edilən əməl.
Və hansı əməl götürülür? Daima edilən əməl. O da nədir? Məscidin qırağında qılınan cənazə namazı. Və bir dəfə edilməsi, əgər belə bir şey olarsa, caiz olması haqqında xəbər verir. Ancaq sünnət hansıdır? Məscidin qırağında qılmaq. Məsəl üçün, biri qalxıb deyir ki, bu nədir, elədir. Dedik ki, həyətdə yağış yağırdı, leysən yağmur. Fəlhamdülillah, meyitin məsciddə qılması əsla caizdir. Fəlhamdülillah, məsləhəti gördük, ona görə meyti gətirdik məscidin içinə qıldıq. İndi buradan da aparıb bastırmağa. Vallahi olmaz, olar. Ancaq hava gözəldir, yaxşıdır, maniyə səbəb yoxdur. O zaman neyək? Daim olan sünnət əməl elək, cənazəni məscidin qırağında qılaq. Alə kullin, hətta heç bir maniyə səbəb olmasa da, yenə də bizim dəlilimiz var. Və birdən cənazə məscidin içində qılınarsa, qoy heç kim etiraz edməsin, çünki bunun da əsli var. İbn Ömər radiyallahu anhu deyir ki, Yəhudilər öz aralarında zina edən bir kişi və bir qadını Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gətirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm də onların məscidin qarşısında cənazə namazı qılınan yerin yaxınlığında daşqalaq edilməsini əmr etdi. Hədis səhihdir. Buxari. Yaxşı, sual çıxa bilər ki, bu hədislə bizim mövzunun nə əlaqəsi var? Cənazənin qılınma yerini təyin edən hədislərdəndir. Ki, oradan da cənazə qılınan bir yer var, məscidin qırağındadır, məscidin içində deyil. Aydındır, ona görə bu hədis babda gəldi. Əbu Hureyra radiyallahu anhu deyir ki, Nəcaşi ölən gün Peyğəmbər sallallahu aleyhi və səlləm onun bəd xəbərini cəmaata çatdırdı. Sonra namazgaha çıxıb cəmaatı səfə düzdü və 4 dəfə təkbir etdi. Buxari, Muslim, Əbu Davud, Nəsai. Möhtərəm dinləyicilər, Nəcaşi, ona qılınan cənazə əhkamları inşallah, qeyb namaz əhkamları təfsilatı ilə gələcək. Təfsilatından qabaq, üstündən bir fayda babından keçməmişdən qabaq, Nəcaşi, xristiyan, xaçpərəst istərsən dilən, Nasrani bir hökumətin, dövlətin başçısı kralı idi. Özü də Nasrani idi, xaçpərəst idi, ta ki, haqq ona bəyan oluna kimi. Haqq ona bəyan olundu və o iman etdi və imanını gizlətdi. Boynunda xaç ola-ola o artıq İslamı qəbul etmişdi və bunu papazlardan, rahiblərdən, ruhbanlardan gizlədirdi. Aydındır, gizlədirdi və tövhid əhli oldu. Aydındır. Və bu qeyb olaraq qalırdı. Bunu Rəbbimizdən başqa heç kim bilmirdi. O öləndə Allah Subhanahu taala Peyğəmbərimizə vəhy edir ki, Həbəşistanda qardaşınız olan Nəcaşi dünyasını dəyişdi. Qalxın ona cənazə qılın, deyə Allah Nəbi sallallahu insanları Nəcaşi Həbəşistanda, bunlarsa Mədinədə safa düzür və ona qeyb namazı qılır. Qeyb namazında bu məsələ təfsilatına gələcək. Allah Resulü sallallahu aleyhi ve sellem təkbirlər edir və safa insanlar arxasına durur, ancaq önündə cənazə yoxdur. Cənazə Həbəşistandadır. Fikirlər nə boyda məsafədə? Bu qeyb namazı. Qeyb namazının əhkamları caizdir, caiz deyil, məxsusdur, məxsus deyil, şərtləri nədir? Təfsilatı ilə inşallah gələcək dərslərdə gələcək. Hədis müttəfəqun aleyh. İmam Buxari Müslim hədisidir. Həmçinin Əbu Davuddan Nəsai. Ənəsin radiyallahu anhunun rəvayətinə əsasən cənazə namazını qəbirlərin arasında qılmaq olmaz. Rəvayətdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirlərin arasında cənazə üçün namaz qılmağı qadağan etmişdir. Hədisin sənədi həsəndir. Albani rahiməhullah demişdir ki, bu hədisi Təbərani Əl-Əvsat kitabında rəvayət etmişdir. İmam cənazənin hansı tərəfində dayanmalıdır? Əbu Ghalib Əl-Xəyyat deyir ki, mən Ənəs ibn Maliki radiyallahu anhunu bir nəfər kişi üçün cənazə qılan gördüm. O, meyitin baş tərəfində dayanmışdı. Həmin cənazədən sonra Qureyşlilərdən və ya ənsarlardan bir qadının cənazəsini gətirdilər və dedilər, ey Əbu Həmzə, bu filankəs qızı filankəsin cənazəsidir. Onun üçün cənazə namazı qıl. Sonra Ənəs cəsədin ortasında dayanıb cənazə namazı qıldı. Bizim yanımızda
Əla ibn Ziyad Əl-Ədəvi dayanmışdı. O, Ənəsin kişi və qadın üçün cənazə namazı qılarkən fərqli yerlərdə dayanışını görüb dedi: Ey Əbu Həmzə, Peyğəmbər sallallahu aleyhi və səlləm də sənin kimi kişinin və qadının cənazəsi üzərində belə fərqli yerlərdə dayanardı? Ənəs, bəli, deyərək cavab verdi. Rəvayətçi deyir ki, Əl-Əla üzünü bizə tərəf çevirib dedi: Bunu yadınızda saxlayın. Hədis səhihdir. Səhih Sünən İbn Macə, Əbu Davud, Tirmizi İbn Macə. Yəni, qadının cənazəsində imam harada durur? Ortasında. Cəsədin ortasında. Kişinin bəs cənazəsində? Baş tərəfində. Və bu qorunub indiyə kimi çatdırılır. Cənazə namazının qılınma qaydası. Hədə və sallallahu alə nəbinə Muhammedin və alə əlihi və sahbihi əcməin.